Qərənfil xala getdik deməli İsmayılıya, gəldik səni tapdıq yolda. Dedik ki, Qərənfil xala söy bizi, söymədi. Söymədin. Çox sağ ol. Görsən, həm Çox çox sağ ol, həm də sağ insanlar ol. dedi ki, bəs niyə Qərənfil xala söymürsünüz? Hə. Yox, yox. Mən baxırda söyməliləri söyürəm, söyməməliləri yox. Heç Söyməməli insanlarıq. Bizi amma elə belə bir söy də Qərənfil xala. Yox. O, yox. Ördəkdən bək yapararlar. Vur bana. Hələ heç kimə bu qədər şey deməmişik ki, bizi söy. Bir dəfə desəydi bizi söyərdi. Amma Qərənfil xala inadla söymür. Çox sağ ol, Söyməməyə çox sağ ol. gözəldir. Bizi söyməməyə gözəldir. Zarafat Qərənfil xala heç bizə gey də demədi. Yox, yox, mən demədim. Bəs Qərənfil xala biz neynəsək? Söyərsən. Sən Bizi söyərsən. bizə söyərsən. Heç nə söymərəm. Laf neynəsə İnsan oğluyuq da indi biz bəlkə belə sənə yaxşı görünürük, bəlkə bir gün sənə nəsə pisliyimiz Ördəyi Heç oğradıq. Oğruyası halal xoşu. Hə. Heç cürə şey eləyə bilmirik. Təşviq eləyənmir ya. Qərənfil xala bizim öz adlarımızı bilirsən bəs. Belə də, yəni. Tərlan bilirsən. Fərid. Fərid. Hə. Bilirsən. Sonra Tərlan, İsmail. mən bilmərsən, mənim adım yadda qalan deyil. Yox, çətindir. Ən çox da bu sən. Onda mənə elə ya Təbriz denən ya da Şahin denən. Yox, yox. Semicenko. Onda gey denən mən. Yox, niyə deyirəm? Söv lan bana. Söv işte. Antakloska.